sakitçi. Yerin saçısı. Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Sizinlə Mətanət Əliyevadır studiyamızda, Bakı vaxtıdır. Bugün çox maraqlı bir həyat hekayəsi olan qonağımla, izləyicilərimlə görüşə gəlmişəm. Qonağımı sizə təqdim edirəm. Alpinist, təlimçi, filologiya bitirmiş, filologiya təhsili almış, müəllim peşəsi ilə əzmlə çalışan, amma eyni zamanda yaşam koçu olan Vəfa xanım Musayeva. Vəfa xanımı daha çox ictimaiyyətdə Vəfa qəhrəman kimi tanıyırlar. Biz bu verilişimizdə izləyicilərimizə həm onun öz dilindən, həm də elə söhbətin gedişindən bir daha sizə tanıdacaq. Vəfa xanım, xoş gəlmişsiniz. Xoş gördük, təşəkkür edirəm. Sizi TV1-in studiyasında salamlayıram və çox maraqlı həyat hekayəniz var. Sizin haqqınızda həm sosial şəbəkələrdə, həm özüm biraz araşdırma apardım. Qəribə bir ziqzaq mı deyək, necə deyək, qəribə bir enişli, çıxışlı bir maraqlı həyat hekayəniz var. Və o səbəbdən də sizi dəvət etdim ki, izləyicilərimiz sizi daha yaxından tanısınlar və söhbətimizə başlamadan öncə sizi izləyicilərimə belə təqdim etmək istəyirəm ki, Everesti fəth edən yeganə Azərbaycanlı xanım Vəfa Musayeva. Necəsiz? Yaxşıyam, şükür edirəm. Qısacası, yaxşıyam və şükür edirəm. Yaxşı olur. Və təqdimatı belə verdim ki, siz həm filologiya üzrə təhsil almışsınız, hətta ilk iş yeriniz Xaçmaz rayonunda müəllimliklə başlamışsınız, müəllimlik peşəsindəki fəaliyyətinizə. Amma ondan sonra qəribə bir arzularınız, istəkləriniz yaranır. Bu barədə mən danışmayacağım. Siz özünüz danışacaqsınız, zəhmət olmasa. Necə oldu ki, filologiya təhsili almış gənc bir xanım, Xaçmaz rayonunun bir kəndində mi deyə, bir məktəbində mi deyə müəllimlik fəaliyyətinə başladı və qısa bir müddət sonra bütün Azərbaycan və hətta xaricdə də onu tanıdılar, Everesti fəth etmiş, digər bir hündürlüyü də fəth etmişsiniz, onu da verilişin gedişində deyəcək. Necə oldu bu? Necə arzu yarandı içinizdə? Və hansı istək sizə bu əzmi verdi ki, o yüksəkliyi fəth edəsiniz? Buyurun, sizi dinləyək. Çox sağ olun dəvətin üçün, minnətdaram. Sual da gözəl sualdır. Mən hər zaman deyirəm, indi də altından xətt çəkərək demək istəyirəm. Öz adıma ki, Vəfa, madam ki bu dünyaya gəlmisən, o zaman gəl maraqlı yaşayaq. Sizin dediyiniz kimi o ziqzaq, enişli, yoxuşlu yolum görsənir. O, gəl maraqlı yaşayaq çağırışına bir cavabdır. Və mən bir insan olaraq bu yer kürəsində mövcud bir, belə deyim də, ruh olaraq hər zaman çalışıram ki, doğrudan da əlimdən gələnin yaxşısını edim və doğrudan da çox maraqlı yaşayım. O qədər maraqlı yaşayım ki, kənardan özümə baxım, deyim ki, bu necə gözəl bir həyatdır, bu necə bir maraqlı həyatdır. Yəni, özümün özünə hətta qibtə edəcəyə qədər gözəl yaşamağı niyyətliyəm. Düz buyurdunuz, kənd məktəbindən başlamışam. Belə ki, universiteti bitirəndə hələ bizim dövrdə qızlarımızı evdən uzağa qoymurdular işləməyə. Mən də o niyyətdən evdən çıxdım ki, gedəcəm, təyinatı geri almaq üçün imza atdırmalıyam. Kəndə yola düşdüm, amma kənd məktəbinə getdim. Fasilə vaxtına düşmüşdüm, gözləmə vaxtındaydım və onda belə bir cümlə gəldi, belə bir söz istifadə elədilər ki, bizim kənddə indiyə qədər ingilis dili müəllimi olmayıbdı. Bəlkə elə burada qalasan və həmin fasilədə o kəndlə tanışlığım, orada bir stəkan çay içməm və kəndi görməm, həm də içimdə təbiətə qarşı olan və sevgi və maraq, elə orada da qərar verməyə məni təhrik elədi və mən, belə deyək, bu işə hə dedim və beləliklə 2 il Xaçmazın Sərkərli kəndində ingilis dili müəllimi olaraq fəaliyyət göstərdim. Həmişə soruşurlar ki, neçənci siniflərə dərs deyirdin? Deyirəm, necə yəni neçənci siniflərə? 1-dən 11-ə qədər. Çünki yeganə ingilis dili müəllimi idim və bu işi 2 il sevə-sevə etdim. Artıq təyinatımın vaxtı bitəndən sonra həm təhsilimlə əlaqəli, həm də yəni Azərbaycandan getməli idim deyə təhsilimlə əlaqəli. Ona görə elə 2 il tam olanda bitirdim və növbəti səfərimə, növbəti yolculuğuma davam elədim.
Nə səfər idi? Səfərim, yəni təhsilim oldu, sonra yenidən Azərbaycana qayıtdım. Azərbaycana qayıdandan sonra artıq daha çox özəl məktəblərdə işlədim və müəllimlik fəaliyyəti ingilis dili üzrə, bəli. Belə bir cümləniz var. Mən müəllim kimi fəaliyyət göstərməkdən zövq alıram, həzz alıram və bu mənim üçün ən sevdiyim peşə demək olar. Amma sizi nə apardı Everestin zirvəsinə? Mən düşünürəm ki, hiss edirdim ki, hətta sinif otağında, baxmayaraq ki, ora mənim üçün ən maraqlı yer idi. Uşaqlarla olmaq, tələbə auditoriyasında da çalışmışam, müəllimlərlə də çalışmışam. Mənə hər zaman məktəbdə müəyyən bir müddət işləyəndən sonra, üzərindən bir xeyli keçəndən sonra Azərbaycan Müəllim İnkişaf Mərkəzi fəaliyyətini başlayanda məni dəvət etdi və orada mənə sual verdilər ki, deyirsən ki, çox xoşbəxtəm sinif otağında. Bəs indi nə üçün təlimçi müəllim olmaq istəyirsən? O zaman sualı belə cavab verdim. Çünki doğrudan da belə hiss edirdim ki, mən əgər sinif otağında bugün 20 uşağa belə deyim də həyatın yeni pəncərələrini aça bilirəmsə, sabah təlimçi olanda 20 müəllimə edərəmsə, onlar da öz növbəsində öz şagirdlərini edəcəklər. Beləliklə üfüq xətti genişlənəcək. Daha sonra həyat koçu olanda artıq bütün insanlara burada toxunmuş, bütün insanlarla ünsiyyəti mənə təmin edir. Sonra düşündüm ki, bu belə bir çərçivədə qalmamalı, daha böyük bir çərçivə, daha böyük çərçivə demək də bu çərçivədən daha böyük bir belə deyim də kənara mərhələyə çıxmalıdır. Amma başa düşürdüm ki, bu mərhələdən çıxıb da orada qalmaq üçün, oranı daha gözəl etmək üçün mütləq şəkildə mənim həyatımda gözəl və mənalı bir yolçuluq olmalıdır. Çünki insan, hətta biz deyirik ki, ən gözəl misalımızdır ki, su qabında qalanda ən gözəli sudur, ən şəfalısı sudur. O da görürsən ki, öz qoxusunu və rəngini dəyişir. Və mən başa düşdüm ki, bir insan kimi, bir müəllim kimi, bir öyrədən kimi, bir təlimçi kimi, bir həyat koçu kimi insanlara toxunmaq üçün mən yerimdə durmamalıyam və mən dünyaya açılmalıyam, həyata açılmalıyam. Bu düşüncəyə gələndə neçə yaşınız vardı? Bu düşüncəyə gələndə əslində bu hətta sinif otağında mən xatırlayıram ki, şagird olaraq mən fikirləşirdim ki, mən bugün şagirdəm. Sabah böyüyəcəm, amma nəysə mən daha fərqli bir şeylər edəcəm. Daha fərqli bir çağırışın arxasınca gedəcəm. Əlbəttə, mən elə gəlir bunu bütün insanlar hiss edir. Bəziləri doğrudan da o cəsarət deyək və yaxud da ki, o necə deyim, əmək sərf edir bu yolda və o işin arxasınca gedir. Hər nədirsə əzm onu tapır. Bəziləri isə sadəcə olaraq illərlə təkrar bu çağırışları dinləyir və belə deyim, qulaq ardına vurur. Bu hər kəsdə bir cür olur. Amma məndə görünür ki, bu yaşa gəlib çatanda artıq zaman məni yetişdirdi, illər məni yetişdirdi müəllimlik, təlimçilik yolçuluğunda və 2016-cı ildən artıq dağlara getməyə başladım və mən dağlara gedəndə başa düşdüm. Getdiniz. O ilk dağa qalxdığınızda, adımladığınızda düşünürdünüz ki, Everest zirvəsinə qət edəcəksiniz? Sözün açığı, ilk zirvəyə gedəndə mən test üçün getmişdim sadəcə olaraq. Özünüzü yox. Nəyi test edirdim? Yox, mən bunu artıq, bu da çox məşhurlaşmış bir fikirdir mənim tərəfimdən. Mən doğrudan da çox belə, məni tanıyanlar da bilir ki, elə bir insanam ki, heç kəsi xarakterinə görə, seçdiyi peşəyə görə, hobbiyə görə ümumiyyətlə mühakimə etmərəm və düşünərəm ki, həyatda hər şey maraqlıdır. Amma bu alpinistlər haqqında həmişə ön yarğım var idi ki, nə qədər belə, necə belə bir hərəkət eləmək olar ki, ölüm olan yerə, çətin bir yerə, böyük riskləri gözə alırsan, zirvəyə gedirsən və belə sonuçda da çox da belə maraqlı bir şey baş vermir. Sanki elə bir bu mənim həyat sınağıma çevrildi və mən düşündüm ki, bir dəfə getsəm, yoxlasam və bunu anlasam, yəni anlamadığım bir şey var, gedim bəlkə onu anlayaram. Bir dəfə gedib qayıtdıqdan sonra düşündüm ki, həmən daha bura bir daha getmərəm, yəni. Bu doğrudan da çətin idi, doğrudan da palçıq, su, qar, nə bilim. Yaxınlarınız və ailəniz sizə təzyiq etmədi ki, getmə? 2016-cı ildə hələ yeni başlayırdı. O zaman dağlar mənim ailəmin fikrində belə idi. Bizim özümüz də Qarabağ zonasındanıq və dağ deyəndə anama sanki o elə, necə deyim, çox da hündür olmayan təpəliklər gəlirmiş. Şimdi anam da düşünüb ki, qızım oralara gedəcək. Anam indi başa düşür ki, necə dağlar var, necə hündürlüklər var və bunun yolu əslində necə çətindir. Yəni, ona görə o zamanlar bu belə oldu ki, hə, get, təbiətdə də gedərsən, hər halda bir təbiətdə bir yaxşı yürüyüş edərsən, amma o getdim. Dönəndən sonra düşündüm ki, yəqin getmərəm, amma o mənim elə bir... Niyə elə düşündünüz ki? Düşünürdüm ki, yəni yenə deyirəm, o çətinliklərdən sonra mən fikirləşdim ki, ilahi, mən bu qədər enerji sərf elədim, bu qədər çətin idi. Mən nə üçün bir də bura gəlim, amma
Nə baş verdi? Baş verən buydu. Bax elə gəldim iş yerimdə sizin kimi sual verdilər ki, necə idi, necə oldu, danışdım. Hər kəsin sualı bitdi. Hər kəs öz işinin ardınca getdi. Belə bir sakitlik oldu. Kompüter arxasında işləməyə başlayanda o sükutun içində 2 gün sonra, 3 gün sonra, 5 gün sonra gördüm ki, yox, mən darıxıram. Mən hara üçün darıxıram, kimin üçün darıxıram, nə üçün darıxıram və bu sualın cavabı qəlbimdən gəldi ki, mən dağlar üçün darıxıram və mən dağlara bir də getmək istəyirəm. Və ikinci dəfə yenə bu hisslər, mən artıq bir neçə dəfədən sonra başa düşdüm ki, yox, artıq dağla mənim aramda bir əlaqə var. Dağlar məni çağırır və deyəsən bu mənim tez-tez gedəcəyim yer olacaq və 2025-ci il həmin o dağlara bu minvalla başlayan həmin o balaca qız, cavan qız bu il artıq Azərbaycan vətəndaşı olaraq dünyanın ən hündür zirvəsi olan Everest və daha sonra ən hündür 4-cü zirvəsi olan Lhotsu edir və geri dönür. Bax belə. Gəlin birlikdə xatırlayaq o zirvədə olduğumuz anları. Xatırlayaq. Siz hansı anı xatırlamaq istəyirsiniz? Mənə hər zaman sual verəndə ki, məsələn, o zirvəni xatırlayaq. Bu kiçik sual deyil. Yəni bir sual kimi görünür, amma orada o qədər proseslər baş veribdi ki, ona görə sizə sualınızı dəqiqləşdirmənizi istəyəcəm. Məsələn, nəyi bilmək istəyirsiniz? Bax, qalxdınız. Əlbəttə ki, orada bir qürur, bir sevinc, hansısa bir hədəfinizə, böyük bir zirvəni əldə etmisiniz. Bununla yanaşı qorxu var idimi, risk var idimi? Hansısa bir hadisə başınıza gəldimi? Bax, o qalxdınız, bütün maneələri dəf etdiniz, qalxdınız. Nə yaşayırdınız o anlarda? Risk ümumiyyətlə, yəni bizim elə hər bir addımımız riskdir. Ona görə Everestə gedəndə də mənim riskim hardan başlayırdı? Əşyalarımı çiynimə vurub, evdə hamı ilə sağollaşandan, halallaşandan elə həmin saniyədən mənim riskli saniyələrim başladı. Zirvəyə qədər və geri dönənə qədər. Amma çox qəribədir ki, orada çox qəribə duyğular yaşayırdım. Hələ elə bir saniyəni xatırlamıram ki, orada bir qorxu hissi, bir necə deyim, geri dönmək hissi yaşayım. Mən bunu həm də nə ilə əlaqələndirirəm? Həm sizlə danışa-danışa, həm insanlar sual verdikcə özümü aydınlaşdırıram ki, həqiqətən insan sanki, mən orada sanki bir döyüşdə idim. Yəni sanki bir, nə bilim, döyüş meydanındaydım. Təbii olaraq. Və geri də dönəndən sonra özümü döyüşdən geri qayıtmış, yəni müharibədən geri qayıtmış kimi hiss edirəm. Və mən indi başa düşürəm ki, doğrudan da həmin o müharibə meydanında olmaq nə deməkdir? O zaman heç kəs və heç nəyə düşünə bilmirsən. Sənin yalnız bir hədəfin olur, irəli getmək və nə üçün mübarizə aparırsansa, o yolda geri dönməmək və o hədəfinə çatmaq. Everest də mənim üçün elə o idi. Zirvəyə çatana qədər zirvəyə çatdım və mən başa düşdüm ki, artıq hədəfimdəyəm, hədəfimi vurmuşam. Zirvəyə çatanda hansı hissləri, hansı duyğuları keçirdim? Düşünün ki, uzun bir yol getmisiniz və nəhayətində varmısınız. Varanda o yola təşəkkür etdim, dağa təşəkkür etdim. Hər yerdə artıq çox məşhurdur bir sitat kimi ki, mən Everestə həm məni çağırdığı üçün, həm məni qəbul elədiyi üçün, yəni orada çox təşəkkür etdim. İlk sevincinizi necə paylaşdınız? İlk sevincimi orada dərhal paylaşa bilmədim. İlk sevincim göz yaşları idi. İlk sevincimin şahidi Azərbaycan bayrağı idi və Azərbaycan bayrağını əlimdə tutaraq Azərbaycanlı olduğumu dilə gətirməklə, fəxr etməklə, göz yaşlarımla nə qədər xoşbəxt olduğumun bunun kiçik bir videosu da var. Ancaq elə bölüşə bildim ki, daha sonra bunu insanlarla bölüşə bilim. Ondan sonra yenə də uzun bir yol oldu. Çünki mən növbəti zirvəyə getdim, ölüm zonasında qaldım və geri dönmək bu özü də çox uzun bir prosesdir. Və siz bilirsiniz ki, bir araşdırmısınız da görmüsünüz ki, Everestin zirvəsinə çıxmaq hələ o demək deyil ki, sən sağ-salamat geri qayıdacaqsan. Yəni, ora çıxanda səni heç təbrik eləmirlər. Geri dönəndə, tam ana düşərgəyə dönəndə artıq hər kəs səni təbrik edir ki, sən bu zirvəni etdin. Ona görə çox amma ehmalca, tələsmədən zirvəni eləmişdim və artıq rahat idim. Yavaş-yavaş ana düşərgəyə indim və ilk şəklimi paylaşdım. Paylaşandan sonra da insanlara, Azərbaycana belə deyim, mesajım, ailəmə mesajım bu oldu ki, mən sağ-salamatam, isti evimə dönmək istəyirəm və o məşhur dediyim məsələ isti doğğa ilə təndir çörəyini yemək istəyirəm. Yəni o dərəcədə evim və vətənim üçün darıxmışdım. Siz həm alpinistsiniz, həm müəlliməsiniz, həm
təlimçisiz, həm yaşam koçusuz. Yəni digər düşüncələrinizə keçmədən öncə alpinist, müəllim və təlimçi niyə yaşam koçu oldunuz? Bu da çox maraqlı bir məsələdir. Mənə hər kəs deyir ki, Vəfa, hardan oxudun, necə oldu sən getdin, yaşam koçu oldun, bəlkə bu haqda biraz bizə danışasan, biz də koçluq istəyirik və s. Günlərin bir günü qarşıma belə bir elan çıxır, həyat koçluğu, yaşam koçluğu elanı. O zaman koçluq da belə bu qədər yaygın və məşhur deyil və bu qədər də əlçatan deyil. Yəni bunun üçün mənim hətta koç yoldaşlarım var ki, onlar bunun üçün nə bilim ən yaxın Türkiyəyə belə səyahət ediblər ki, getsinlər orada təhsil alsınlar, amma gördüm ki, bu Amerika səfirliyi tərəfindən elan edilibdi. Tam bunu anlamadım və araşdırmağa bir o qədər də vaxtım olmadı. Gördüm ki, deadline çox yaxındır, amma gördüm ki, yazılıbdı. Kimlər üçündür? Təlimçilər üçündür, müəllimlər üçündür və orada qısa bir anons verilmişdi onun haqqında, description, yəni onun təyinatı göstərilmişdi və başa düşdüm ki, bu mənə çox lazımlı bir şeydir. Amma koçluq dərslərinə başlayandan sonra, məktəbinə başlayanda, işin gedişatında orada modul 1, 2 və 3-cü hissələrə bölünürdü və biz onu ayrı-ayrı aylarda edirdik. Mən yolun ortasında dedim ki, ilahi, mən necə gözəl bir yola gəlmişəm və mən burada nələr öyrənirəm. Həyat koçluğun məktəbini bitirmək mənə doğrudan da həyatın koçu, doğrudan da həyatın, yaşamın, belə deyim də, anlamını deyil də alətlərini verdi əlimə ki, sən bir insan kimi bu alətlərlə həm özün nə edə bilərsən və eyni zamanda həm müəllim olaraq, həm təlimçi olaraq, həm alpinist olaraq bundan həyatda necə istifadə edərsən. Həyat özü məni gətirdi, həm də koç etdi və mən bir də gördüm ki, mən koçluğu bitirmişəm, diplomumu almışam və yoluma həm də koçluğu əlavə etmişəm. Baxın, Vəfa Musayevasız. Niyə Vəfa qəhrəman? Yəni Vəfa Musayeva varkən niyə Vəfa qəhrəman? Qəhrəman nə deməkdir? Everesti fəth etmişsiniz ona görə, yoxsa başqa anlamları da var? Günlərin bir günü dostlarımdan biri mənə bu, belə deyim, adı hər zaman qəhrəman deyir. Sən çox qəhrəmansan, sən beləsən və eləsən və s. Bu qəhrəman mənə o qədər deyildi ki, mən bunu özümə belə bir təxəllüs kimi götürdüm. Amma belə bir ciddi bir qəhrəmanlığım, yəni yaşamağın, ümumiyyətlə yaxşı yaşamağa çalışmağın özü bir qəhrəmanlıqdır. Ona görə bir insan ki, doğrudan da məqsəd qoyubdur, doğrudan da yaşayır, doğrudan da onun hədəfləri var, doğrudan da insana, özünə, ailəsinə, cəmiyyətə doğru yaşayır və istəyir ki, buranın gözəl bir parçası olsun, onlar onsuz da qəhrəmandılar. Və mən bu qəhrəman təxəllüsünü götürəndə fikirləşirdim ki, hə, qəhrəmanam. Amma bunu xüsusi önə çıxaran bir məsələ yox idi. Mənim bir iş yoldaşım var, Xədicə, bilmirəm, buradan məni izləyir, bəlkə də daha sonra izləyəcək. O hər zaman deyirdi ki, sən yeganə insansan ki, sanki özün özünə qəhrəman təxəllüsü götürmüsən, özünü qəhrəman etmirsən. Mən də onunla belə fikirləşirdim ki, doğrudan görəsən bu qəhrəman özünü sözün əsl mənasında nə zaman doğru olacaq? Və indi Everestdən və Lahovsdan geri dönəndən sonra mənim dağçı dostlarım deyir ki, sən doğrudan da əsl qəhrəmansan ki, eyni fəsildə iki zirvəni edən dağçılar, çünki 2-8 minlik zirvədir və əsasən bunu peşəkar dağçılar da ayrı-ayrı fəsillərdə edirlər, yəni çox riskli olduğu üçün və oradan geri dönəndən sonra deyirlər ki, doğrudan da elə sən öz adına, öz təxəllüsünə belə layiqsən və mən sevinirəm ki, bu necə gəldi, həyatıma necə girdi və doğrudan da özünü necə doğrultdu, sanki elə mənim təyinatımı göstərmək üçün gəlmişdi, onun üçün də olmuşdu, indi də öz layiqli yerini tapıbdı. Dünənə qədər qəhrəmana bir balaca açıqlama vermək məcburiyyətindəydim sanki. Artıq ehtiyac yoxdur. Elə insanlar özləri deyir ki, qəhrəman. Mən də hər kəsi öz yolunda bir qəhrəman kimi görən bir insanım. Vəfa xanım, alpinistsiz, müəllimsiz, təlimçisiz, yaşam koçusuz, başqa nə düşüncələriniz, hədəfləriniz var? Varmı? Əlbəttə. Daha kim olmaq istəyirsiniz? Daha kim olmaq istəyirəm? Qısacasını sizə net deyəcəm. Mən dağların insana tərcüməçisi olmaq istəyirəm. Yəni, dağların sakitliyinin, sükutunun tərcüməçisi, yəni onu sözə çevirmək istəyirəm. Onu hekayəyə çevirmək istəyirəm, onu kitaba çevirmək istəyirəm və beləliklə 7-dən 70-ə, hətta 7 də demirəm,
daha erkən yaşlardan ta daha dolğun yaşlara qədər insanların qəlbinə dağlardan gələn mesajları çatdırmaq istəyirəm. Bax budur. Maraqlı yanaşmadır. Vəfa xanım, bizi minlərlə TV1 kanalının izləyiciləri izləyirlər. Həyat hekayəniz kifayət qədər maraqlıdır. Azərbaycanı çox sevdiyinizi söylüyorsunuz və bunu dəfələrlə dilinizə gətirirsiniz. Və hətta Everesti fəth edib dönəndə belə isti evimi məşhur Azərbaycan mətbəxinin məşhur yeməyi olan təndir çörəyi və isti dovğanı xatırlamışsınız ki, ilk olaraq bunu istəyirəm. Bir Azərbaycan xanımısınız, alpinist və olmaq sizə mane olur. Bu cəmiyyətdə yaşayırıq. Müəyyən stereotiplər var, müəyyən mentalitetlər var. Sizə mane olub heç? Mən əksinə deyərdim ki, hər zaman kimlərsə maneədən, problemlərdən danışanda, təzyiqlərdən danışanda, mən həmişə deyirəm ki, sevin də onları. Çünki mən onları çox sevirəm. Maneəni, təzyiqi, onları çox sevirəm. Çünki onlar məni təşviq edir daha əzmkar olmağa. Məhz həmişə deyirlər ki, filan kəs mənə pislik elədi, filan kəs qoymadı, o mənə bunu elədi. Deyirəm, sev də o insanı. Çünki əzmkar. Bəli, sev. Çünki o insanlar ən gözəl, təbii şəkildə sizin qarşınıza həyatın çıxardığı mesajdır ki, siz hərəkətə keçəsiniz. Yəni, o insanların sizə bir pislik eləmək niyyətini kənara qoysanız, daha inadkar olarsınız və siz sanki həyatın çağırışını elə onlardan alarsınız. Deyərsiniz ki, tamam, sən ki belə deyirsən, indi mən sənə göstərərəm ki, bunu ən gözəl formada necə etmək olar. Ona görə elə buradan da bir həyat koçu kimi çağırışım bu olar ki, onları doğrudan da həyatın canlı şəkildə danışan, hiss edən, görən, sizə toxunan çağrışı kimi hiss edin və qəbul edin. Çünki hər bir insan o yol işarələrindən anlamaya bilər, məsələn üçün. Bəzi insanlar var ki, deyir ki, həyatdan bir mesaj aldım, külək mənə bunu dedi, böcək mənə bunu dedi. Amma bəzi insanlar bunlara fikir verir. Onda bu bir hadisə kimi çıxar qarşımıza, bir insan kimi çıxar qarşımıza. Orada təpki göstərməyə əvəzinə daha diqqətlə baxsaq, biz öz mesajımızı mütləq istiqamlı da olar, hər şey olar. Hər birindən istifadə edə bilərik, amma tam sakitləşəndən sonra o mesajı alıb onun arxasınca getsək, %100 olarıq. Vəfa xanım, maraqlı müsahibsiz, maraqlı həyat hekayəniz var, bir çox suallarımıza cavab aldıq. Bizə ayrılan zamanın sonuna gəlirik və çox istərdim ki, yekun olaraq ürək sözlərinizi eşidək, bizi izləyən xanımlara, bizi izləyən gənc qızlar var. Onlara nə demək istərdiniz? Bizi izləyən xanımlara, gənc qızlara, insanlara, mən ümumiyyətlə insana insan kimi baxıram, amma xanımlar və qızlar da hər zaman məndən soruşur ki, bax, nə deyərdin, nə edərdin? Mən bir qadın kimi, mən bir ana kimi öz yolumu da düşünəndə həmişə baxmışam ki, biz müəyyən bir müddətdən sonra, əsasən ailə qurandan sonra bizim təyinatımız daha da, yəni adlarımız daha da çoxalır. Biz həyat yoldaşı oluruq, ana oluruq, bax, dediyiniz kimi müəlliməm, koçam və s. Və bu adların içində bir də görürsünüz ki, özümüzü unuduruq. Kiməm mən? Mən Vəfayam. Yəni, bunların hamısını kənara qoyanda mən Vəfayam və Vəfanın da arzuları, istəkləri və bu həyata gəlmə səbəbi var. Tamam, övladımı sevirəm, onun da həyatının gözəl olması üçün o yolda dəstəkləyirəm və s. Həyat yoldaşım, ona da diqqət ayırıram. Onunla da bu həyatı gözəl yaşamağa niyyətliyəm. Amma bunların hamısını kənara qoyanda ananı, atanı, bacını, qardaşını, bütün məsuliyyətləri qoyanda bir insan kimi, bir yaradılış kimi mən bura nə üçün gəlmişəm? Mən bu həyatdan nə istəyirəm və bu həyata nə verəcəm? Bir tək bunu unutmasınlar deyərəm. O zaman onların gözlərində hər zaman parıltı olacaq və onlar doğrudan da xoş həyat yaşayacaqlar. Vəfa xanım, studiyamıza gəldiyiniz üçün və çox maraqlı söhbət üçün sizə TV1 kanalının minlərlə izləyicisi adından minnətdarlığımı bildirirəm və sizə yeni zirvələr, yeni uğurlar diləyirəm. Çox sağ olun, çox təşəkkür edirəm. Mənə çox xoş oldu. Görüşmək ümidi ilə deyirəm. Beləliklə, bizə ayrılan zamanın sonuna gəldik. Xatırladıram ki, Bakı vaxtının bugünkü qonağı Vəfa Musayeva idi. Çoxları onu Vəfa qəhrəman kimi tanıyır. Və son olaraq onun təqdimatını bir daha təkrar etmək istəyirəm ki, Vəfa qəhrəman Everest zirvəsini fəth edən yeganə Azərbaycanlı xanımdır. Sizə, dəyərli izləyicilərim, hər gün, hər an zirvə fəth etməyi və özünüzü seçməyi diləyirəm və sizlərlə sağollaşıram. Sağ olun, sağlıqla qalın.
Belə.